İran adlanan rejimdə assimilyasiya siyasəti və Türk millətinin dirəniş gücü. Giriş, İran adlanan rejim 10 illərdir xalqların milli kimliyini silmək, onları Fars kimliyi altında əridib yox etmək siyasəti aparır. Bu siyasətin ən böyük hədəfi isə Türk millətidir. Məqsəd sadəcə idarəçilik deyil, bütöv bir millətin tarixini, dilini və ruhunu məhv etməkdir. Urmu gölünün qurutdurulması, ekoloji və milli cinayət. Urmu gölünün bilərəkdən qurudulması təsadüfi bir ekoloji hadisə deyil, milli məhv siyasətinin planlı mərhələsidir. Gölün yox edilməsi kənd təsərrüfatını çökdürmək, milyonlarla ailəni öz torpaqlarından didərgin salmaq məqsədi daşıyır. İnsanlar köçməyib, rejim istəyir gölü qurutsun və milyonlarla ailə o bölgədən məqsədli şəkildə didərgin edilsin. Bu, açıq şəkildə milli köçürmə siyasətinin ekoloji pərdə arxasında həyata keçirilməsidir. Dil və mədəniyyətin yasaqlanması. Bir millətin varlığı onun dili ilə yaşayar. İran rejimi isə türk dilini məktəblərdə yasaqlayaraq gələcək nəsilləri kimliksizləşdirməyə çalışır. Ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı qarşısında yaradılan süni maneələr açıq assimilyasiya siyasətidir. Dilsiz millət yaddaşsız qalar, yaddaşsız millət isə zamanla məhv olar. Bunu onlar çox yaxşı bilirlər. Tarixin saxtalaşdırılması və kimliyin inkarı. Türk milləti min illərdir İran coğrafiyasının dövlət quruculuğunda, hərbi gücündə və mədəni yüksəlişində aparıcı rol oynamışdır. Lakin bugün rejim bizi qövüm adlandırır, tariximizi danır və Fars kimliyi altında əridərək yox etməyə çalışır. Bu sadəcə tarixi təhrif deyil, milli varlığımıza qarşı aparılan ideoloji müharibədir. Türk millətinin tarixi dirənişi. Bütün bu zülmün məqsədi Türk millətini siyasi ruhdan salmaqdır. Amma tarix sübut edib ki, Türk milləti nə qədər təzyiqə məruz qalsa da, öz ruhunu və gücünü qoruyub saxlamışdır. Çünki gücümüz yalnız silahda deyil, həm də milli yaddaşımızda, birliyimizdə və yenilməz iradəmizdədir. Milli ruh, varlığımızın zəmanəti. Bugün ən böyük vəzifəmiz milli ruhumuzu qorumaqdır. Ruhunu itirən millət məhv olar, amma ruhunu diri saxlayan milləti heç bir diktatura məğlub edə bilməz. Ana dilimizə, tariximizə, mədəniyyətimizə sahib çıxmaq bizim varlığımızın ən böyük zəmanətidir. Nəticə, İran rejiminin faşist siyasəti Türk millətini susturmaq və kimliyini məhv etmək üzərində qurulmuşdur. Lakin tarix və siyasət göstərir ki, Türk millətinin dirəniş ruhu hər zaman bu siyasətlərdən güclü olur. Bugünkü nəsil milli ruhunu diri saxladığı təqdirdə gələcəyini azad şəkildə quracaq. Çünki Türk milləti əsrlər boyu sübut edib, ən ağır məqamlarda belə diz çökmür, əksinə daha da güclənərək yüksəlir. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada bölümü, siyasi şərhçi Aslan İsabəyli.